Hamınızı xoş gördük. Sizi Bakı şəhərində yerləşən Mərkəzi Nəbatat bağından salamlayıram. Açıq Bakıda belə gözəl bir yerin olduğunu bilmirdim. İlk dəfə YouTube-da rastıma çıxdı və çox xoşuma gəldi. Qərara gəldim ki, həftə sonlarından birini burada keçirim. Və budur, öz gözəlliyi ilə, təmiz havası ilə insanı valeh edən Mərkəzi Nəbatat bağı, Bakının yaşıl ürəyi. Sıx yaşıllıqların və xarici ölkələrdə gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növladir dekorativ ağacların əhatəsindəki hər bir güşə səssizlik və harmoniya ilə müşayiət olunub. Ziyarətçilərə canlı təbiət aləminə qərq olmaqlarına imkan verir. Mərkəzi Nəbatat bağı təkcə şəhərin daşlanmış cəngəlliklərində yer tutan oazisiya deyil. Hər bir yarpağın və çiçəyin öz hekayəsini daşıdığı bir kainatdır. ...1936-cı ildə əsası qoyulan botanika bağı kimi tanınan Mərkəzi Nəbatat bağı təkcə tarixi önəm yaşamır, həm də paytaxtın qürur mənbəyi hesab olunur. 2024-cü ilin payızında aparılmış geniş miqyaslı bərpa quruculuq işlərindən sonra bağ yenidən ziyarətçilərinə qapılarını açdı. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva bu təntənəli tədbirdə iştirak edərək onun şəhər və bütün ölkə üçün əhəmiyyətini xüsusi vurğuladılar.